Salam, axşamınız xeyirli olsun, hörmətli Azərbaycan xalqım. Başda möhtərəm prezidentimiz İlham Əliyev cənablar olmaqla bütün Azərbaycan xalqını salamlayıram, dövlət rəsmilərini salamlayıram. Mən bir müraciət eləmək istəyirəm. Birbaşa müraciətim hörmətli millət vəkili Səyyad Aran cənablarınadır. Hörmətli millət vəkili Səyyad Aran, sizin bir neçə gün bundan öncə bir çıxışınıza qulaq asdım. Orada bu işsizləri mədəni şəkildə tənqid ediyorsunuz. Deyirsiniz ki, bu günləri sənin 300-400 manat maaş almağın günahkarı mən deyiləm. Sənin özünsən. Sən vaxtında oxuyardın, sən gedərdin hardasa işləyərdin. Bəyəm ölkədə hamı oxumalıdır, hamı savadlı olmalıdır, hamı yüksək gəlir əldə eləməlidir. Yəni bu oxumayan, savadı olmayan, onda acından ölməlidirmi? Bu nə fikirdir? Bu nə millət vəkilinin danışığıdır, siz danışırsınız, siz bu xalqı belə tənqid ediyorsunuz. Neçə ildir millət vəkili seçilmişsiniz? Rayon üçün, seçicilərin üçün hansı bir xeyriyyə işi görmüsən? Haçan səyyar görüşlər keçirmişsən? Hansı kəndlərdə görüşlər keçirdib, sakinlərinlə maraqlanmışsan? Mən şəxsən İmişli rayon vətəndaşı olaraq Məst rayonunda görməmişəm. Yəni, çox insanlarla da maraqlanmışam. Bir millət vəkili kimi sizin bu rayonda heç bir fəaliyyətiniz yoxdur. Üstəlik də deyirsiniz ki, mən özüm işə piyada gedirəm. Güya ki, sizin imkanınız yoxdur. Necə imkanınız yoxdur? Sizin milyonluq yük maşınlarınız fəaliyyət göstərir. Bəs yaxşı, bunlar kimindir? Bir millət vəkili olaraq sizin, mən birbaşa buradan müraciət edirəm. Nə xalqa, nə dövlətə heç bir faydanız yoxdur. Çünki sizin dövlətə, xalqa faydanız olsaydı, hörmətli Səyyad Aran cənabları, siz bu günləri Milli Məclisdə, siz 300 manat, 400 manat maaş alan vətəndaşları, sakinləri tənqid eləməzdiniz. 300 manat maaş alan vətəndaşın, bəli, günahı sizdədir. Çünki siz dövlətə bu xalqın səsini çatdırmırsınız düzgün. Siz hansı bir layihəni hazırlayıb xalqın xeyrinə bir layihə, dövlətin xeyrinə bir layihə və yaxud da hansısa bir sənəd hazırlayıb dövlətə təqdim eləmişsiniz ki, mən bunu sizə təqdim eləyirəm. İmişli rayonunda bu iş görülsün, bu zavod açılsın, bu fabrika açılsın, bu sakinlərə güzaranı yaxşılaşsın. Haçan çıxışlar eləmişsiniz? İmişli rayonunda mən bir dənə millət vəkili görürəm, o da Razı Nurullayev. Allah ondan razı olsun. Çox sağ olsun. Razı cənabları bütün kəndlərlə maraqlanır, şəhid ailələri ilə maraqlanır, qaziləri ilə maraqlanır. Amma sizin bir millət vəkili kimi heç bir faydanız yoxdur. Siz 3-4 dəfə çıxış eləmişsiniz, birində dərman haqqında danışırsınız.